İran özü Pakistana qaz satacaq, amma bunu Azərbaycanın əli ilə edəcəkdir. Yəni, belə mexanizmlər dünyada geniş yayılmış mexanizmlərdir. Və mən siz tamaşaçılara, siz soydaşlarımıza demək istəyirəm ki, İranın Azərbaycanı pisləməyinə baxmayın. Bizim neftimiz, qazımız, yəni biz dünyaya açılanda Şahdəniz müqaviləsində bir çox şeyləri o qədər bilmirdik. Və ona görə də Amerika dedi, İran olmasın burada. Biz də qəbul etdik. Amma sonradan Şahdəniz 2 bir il çəkmədi. Şahdənizlə Şahdəniz 2 arasında işlənmə layihənin, müqavilə layihəsinin arasında bir il çəkmədi. İranın 10%'lik payı var orada. Amerika şirkəti ilə yanaşı. Vermişik. Eşidirsinizmi? İran da orada sizə hər cürə göp danışır. Bir dənə yaxşı şey bilmir İran. Ancaq pislik xüsusən Azərbaycana qarşı.